Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Stop Narkotikas Penitensiar Xidmətə istinadən xəbər verir ki, həbs olunmuş şəxs Ramil Həsən oğlu Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şalvarın cibində gizlədilmiş büküllərdə ümumi çəkisi 0,98 qram heroin və ümumi çəkisi 0,21 qram metamfetamin aşkar olunub. Digər hadisədə isə həbsdə olan Vahid Kazımova göndərilmiş banderola baxış keçirilən zamanı diş macununun içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülü aşkarlanıb. Aşkarlanan maddənin ümumi çəkisi 0,352 qram olan metadon olması müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır. Qurumdan bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır.